Bunu göstermək lazımdır İlhamı vurdurmaq üçün. Ay nə bilim, Qadnissan o belə gəldi, o belə getdi, Alyona bunun şeyini şeylədi, onunki ağzında, bununki orasında. Hə, belə inqilab eləmək olmaz. Belə İlhamı yıxmaq olmaz. Yenə deyirəm, olardı yıxmaq. Amma kasetlərin dalı gəlsin. O 5 GB deyilən kasetlər ortaya çıxsaydı. Odur bax, niyə görə Mehman yayımlamır? Bilirsiniz kasetləri? Niyə görə Trump'ın kasetləri yayımlanmadı? Bilirsiniz? Bilirsiniz? Bilmirsiniz? Mən sizə sübut edeyim mi? Mən sizə sübut edeyim mi Mehman niyə kasetləri yayımlamır? Mən sübut edeyim mi Trump niyə kasetləri yayımlamır? Trump İrana həmlə edir və etməkdədir, indi quru qoşunları salır. Ala, indi İlham Əliyevi göstərim sizə, gəlin. Ala, bu uzaq yox abi, bu səhər 25 mart 2026-cı ildə Amerikanın səhər kanalının yaydığı yayımı sizə təqdim edirəm. Aha, bu da baxaq. Gəlin, ala. Azərbaycan tərəfdən təhbad idi, nurani bir şeydi, vəsili. Gəldi, keçdi bu yüzdən, gəldi, getdi bir anda Pasabat tərəfə. Bədə saat yarım, 2 saatdan sonra dolandı, gəldi, gənə keçdi bu Göytəbənin üstündən Azərbaycana. Təmizləyəcək məntəqəsindən ki, orada bir bəhbat keçdi bu yüzdən 2-3 saatdan sonra gənə vaxt keçir Azərbaycana, yəni mərzlə dolan verir. Gəlir, neçə dənəsi gedib yana və qayıdıb yenə Azərbaycan tərəfə. Elə biz də dostluğa küçədə əyləşiyoruz, pəhbatlar görüyoruz həmsayədə. Saat 5'ti, 5 olan. Amastan tərəfindən gəldi, çıxdı Azərbaycan. Buradan çıxdı, gəlmə keçdi Azərbaycan. 5-10 dəqiqə qalayıb gəldi keçdi. Süb 5-10 dəqiqə qalanda. Süb 5-10 dəqiqə qalanda gəl gördük. Ha, siz də deyirsiniz ki, o dronlar, təyyarələr Bakıda niyə uçur? Bir, onların bir hissəsi kəşfiyyatdır. Yəni, İrandan raket, adamın götü poxludur axı. Adamın, qadın mənim, sənin qarnın ağrımasa, cibinə salfetka, malfetka nələrsə qoyub, ya pampers tağıb çölə çıxarsan, yox. Deməli, sənin qarnın ağrıyır ki, qarnının ağrısını bilirsən ki, cibinə nəsə dalını silmək üçün müəyyən şeylər qoyubsan, ya tualetə girmək üçün 50 qəpiklik zad, məsələn, ehtiyat nəsə. İlham Əliyev bilir ki, Azərbaycandan İrana zərbələr indirilir. Azərbaycandan İrana kəşfiyyat uçuşları aparılır. İlham Əliyev bunu bilir. İlham Əliyev bunu bilir və İranın səhər kanalı da təsdiq eləyir ki, bax, neçə nəfər adam deyir ki, getdi bombalayır, qayıdıb gəlir. 2 saat belə keçdi Azərbaycan tərəfindən, sonra qayıtdı, gəldi. İndi bildinizmi ki, Bakıda qaldırılan dronlar 2 məqsəddən qalxır. Birinci məqsəd İran tərəfdən gələn raketləri, dronları tez təsbit eləyərək İsraildən aldığı dəmir qübbəyə xəbər verir, onu vursunlar, xalq üçün yoxa. İlham Əliyevin ailəsi, özü, sarayları, neft platformaları, o fırlanan o binaları zat zərbə altında qalmasın. Bu birinci həmləsi. İkinci həmlə də aydın məsələdir də, oradan gələnlər hara pasatq eləyəcəklər? İran tərəfdən gələnlər hara pasatq eləməlidir? Əlbəttə ki, İran tərəfdən gələnlər hamısı pasatq eləyirlər, Nasosniya, nə Bakı ətrafında olan gizli yerlərə. Tutarı getdi. Nə Lənkərandan qalxıb burası deyil ki, təsbit eləyərlər onu. Uzaqdan Bakı tərəfdən gəlir, ya Xəzərin ortasından gəlir, İlhamın gəmilərindən.